İnsan qorxuların üzərinə getməlidir. Ya qorxu səni yenəcək, ya da sən qorxunu yenəcəksən. İnsan ölümsüzdür. Bəli. Bədən ölümlüdür. Yəni bədən öldü, getdi, qutardı, funksiyası qutardı. Ruh həmişə var. Keçdiyin bütün mərhələlər sənin ruhunu böyütməyin üçündür. Sən daha böyük ruh ola biləsən deyənə. İnsan necə düşünürsə, o cürdə həyat yaşayır. Düşüncəmizə necə nəzarət eləyək? Fərdi terapiya ilə psixoloqa gedəcək, şəfalanacaq deyə bir şey yoxdur. Hər kəsin yolu fərqlidir. Düşüncələri idarə edən insan Allaha yaxın insandır. Sən bu gün bu dünya üçün ən gözəl daha nə elədin? Gəlmədim özüm qala, gəldim ki izim qala. Sən məni necə görmək istəyirsənsə, o cürdə görürsən. Mənim evimə girib çıxan insan əgər mənə cadu eləyirsə, bundan artıq nə gözləmək olar? Sən bunu onun üçün eləmirsən axı. Sən bunu Allahın yolunda eləyirsən. Sən onun fiziki bədənin bağışlamırsan. Sən onun ruhun bağışlayırsan. Poladova Kəmalə Asif qızı 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 10 nömrəli orta məktəbi bitirmiş. Ali təhsilini Bakı Dövlət Universitetində almışdır. 2018-ci ildən şuuraltı elmlərin tədqiqatı ilə məşğuldur. Hazırda şuuraltı terapist olaraq fəaliyyət göstərir. Ailəlidir, 3 övladı var. Kəmalə xanım, xoş gördük. Salam, hər vaxtınız xeyir olsun. Düşüncə bizim həyatımızı necə dəyişdirə bilər? Çox gözəl dəyişə bilər və ümumiyyətlə bizim həyatımız bizim düşüncələrimizdən ibarətdir. Bizim düşüncələrimiz bizim qismətimizi təyin eləyir və bizim ümumiyyətlə həyatımızı təyin eləyir. İnsan necə düşünürsə, o cürdə həyat yaşayır. Əgər siz düşünəcəksiniz ki, məndə alınmayacaq, nə bilim, qabağa gedə bilməyəcəm, mən uğursuzam, mən beləyəm, mən eləyəm, siz elə o frekansda da qalacaqsınız. Aşağı frekansda da olan insan uğur qazana bilmir. Xoşbəxt ola bilmir, irəli gedə bilmir. İnsan birinci dəyişimi öz düşüncələrindən başlamalıdır. Hər şey qoyuruq bir kənara. Ətrafdakı insanları, hadisələri, situasiyaları, çətinlikləri dəyişmək istəyirsinizsə, birinci düşüncələrinizə nəzarət eləməyi öyrənin. Mən gün ərzində nə düşündüm, nə haqqda düşündüm. İnanın, insanların çoxusu keçmişlə yaşayır. Filan kəs mənə belə baxdı, filan kəs mənə belə dedi, mən gərək ona belə deyərdim, filan kəs mənim həyatımı məhv elədi və s. Təsəvvür edin ki, beyin keçmişlə yaşayan bir orqandır. Beyin indiki anı yaşaya bilmir. İndiki anı yaşaya bilməyən insan xoşbəxt ola bilərmi? Yox. Olmaz. İndiki anı yaşaya bilməyən və keçmişlə yaşayan insanın gələcəyi artıq bilinirmi? Bəli. Çünki o gələcəyini keçmiş düşüncələrə əsasən qurur. Və insan övladı gözləyir ki, bir gün göydən nəsə düşəcək, zəmbil düşəcək, bir möcüzə yaranacaq və mənim bütün bu problemlərim bitəcək. Və o zəmbil gəlmir. O problemlər bitmir və sizin indiki həyatınız necədirsə, əgər siz düşüncələrinizi dəyişməyəcəksinizsə, 5 il sonra, 10 il sonra da eyni həyatınız daha betəri olacaq. Əgər siz öz düşüncələrinizə nəzarət edə bilmirsinizsə, siz öz həyatınızı da müşahidə eləyə bilmirsiniz və həyatınızda nə doğru, dürüst baş verir, onu analiz eləyə bilmirsiniz. Gəlin, burada bir dənə haşiyədən kənara çıxaq. Düşüncəmizə necə nəzarət eləyək? Düşüncəni əldə tuta bilmirik, fikirləşə bilmirik. Düşünürük və dərhal onu eləyirik ya nə bilim fikirləşirik də. Bu düşüncəyə necə nəzarət eləyək? Fərqində olaraq. Bu məsəl üçün oturmusunuz divanda, televizora baxırsınız. Bədən yaddaşı deyilən bir şey var. Məsəl üçün, bir də görürsən hansı bir serialdır. Kinoda gedir, televizorda gedir. Sən həmin seriala həyatının ən pis günündə baxmısan. Elə oldu ki, sən orada ağlayırdın və o serial qabağına çıxmışdı və sən onu baxırdın. Üstünə 5 il keçib və o serial sənin qabağına çıxır. İnsan nə yaşayacaq? Həmin o hissləri yaşayacaq. Və sən artıq bunu fərqinə varırsan. İnsan nə edir? İnsan gedir o xatirələrə. Mən bunun üçün ağlayırdım. Serial qaldı bir kənara. Serialın maraqlı məzmunu, aktyorları, orada hadisələr və s. Hamısı qaldı bir qırağa, dəyərini itirdi. Sən artıq televizora baxmırsan. Sən artıq divanda oturmamısan. Sən artıq keçmişdəsən. O hadisəni yenidən və yenidən yaşayırsan. Bax, bu zaman bunun fərqinə varmaq lazımdır ki, mən hal-hazırda keçmişə getdim.
Mən hal-hazırda 5 il, 10 il öncə yaşadığım o hadisəni yenidən yaşamağa başlayıram. Və artıq bədən başlayır tətiklənməyə, başlayır əllər tərlənməyə, mədə ağrıyır, başın ağrıyır, ürək bulanma gəlir. Niyə? Həmin hadisə indi varmı, yoxdurmu? Neyinir? Beyin getdi keçmişə. Sən bunun artıq nəzarətini götürmək istəyirsənsə, sən bunun fərqinə varırsan. Və avtomatik olaraq ilk etapda həmin otaqdan çıxın, gedin hava alın. Və yaxud da gedin bir stakan su için. Fərqi yoxdur, bir stakan çay içə bilərsiniz. Amma o düşüncəni sizin beyninizdə həkk olmağınızı və hal-hazırdakı situasiyanı idarə etməyinizə icazə verməyin. Bu məsəl üçün adi bir şey oturmusunuz yenə də bir söhbət eləyirik. Ay yadındadır filan şey filan oldu. Ay beyin getdi bir negativə. Artıq siz mənə deyirsiniz ki, Kəmal, yenə getdin negativə. Mən deyirəm, hə, getdim. Mən demirəm, yox, mən getmədim. Mən əslində sənə elə gəldi. Bu sənin düşüncəndir. Mən səndən iyəşmirəm. Mən səndən dirəşmirəm ki, yox, sən mənə səhv deyirsən. Mən artıq sənə qulaq asıram və səni dinləyirəm və başa düşürəm ki, hə, beyin getdi ona. Mən artıq düzgün analiz edirəm. Mən artıq onu alıram nə? Əlimə. Mən onu artıq o negativ hadisənin mənim həyatımda, mənim bədənimə, mənim düşüncəmə bir zərər verəcəyinə icazə vermirəm. Çünki artıq mən onu idarə edirəm. Biz negativ hisslərdən, emosiyalardan qurtula bilmərik. Sosial bir həyatda yaşayırıq. Mən hər zaman demişəm. Bəli. Dağlarda gedib insanlar bəzən Allaha yaxın olmaq istəyirlər, dualar edirlər, düşüncələrini dəyişirlər. Deyirəm, o çox asandır. Yəni dağlarda nə var? Orada çay axır, burada ağaclardır. Yox, bir şey yox. Bəli, burada quşlar uçur. Yəni orada Allaha təslim olmaq 2-2-dir. Yəni düşüncələrimi dəyişmək Allaha təslim olmaqdır bu arada. Çünki bu fikri tamamlayım, sonra keçim bu fikrə. İnsan övladı sosial həyatda düşüncələrini idarə edib Allaha yaxın olmağı öyrənməlidir. Düşüncələri idarə edən insan Allaha yaxın insandır. Çünki o idarəni buraxırsa. Bu məsəl üçün biz düşüncələrimizlə sanki elə bilirik ki, qəribə bir hiss var ki, yəni mən onu unutsam özümə haqsızlıq etmiş olaram. Kimsə mənə pislik eləyib, düzdürmü? Kimsə gəlib mənim həyatımı məhv edib. Mən onu unudaram, mən özümə haqsızlıq etmiş olaram. Olmaz belə, mən özümə haqsızlıq eləyə bilmərəm. Əslində onu bağışlamayaraq, buraxmayaraq onu düşüncəndə ən böyük haqsızlığı siz özünüzə edirsiniz. Mən hər zaman deyirəm, siz qoyun qarşınıza sizi incidən, məhv eləyən, nə bilim, yoran, döyən, söyən insanları və onları hamısı bir-bir bağışlayın. Bir-bir bağışladıqda sizin gələcək qismətiniz artıq yeni formalaşmağa başlayır. Allah da sizi bağışlayacaq. Belə bir söz var. Deyirlər ki, sən bağışla ki, Allah da səni bağışlasın. Bağışlayan olmalısınız. Biz düşüncələrimizdə daim mübarizə aparırıq. Filan kəsi bağışlamırıq. O mənə belə baxdı, bu mənə niyə belə dedi? Heç vaxt deyir, heç vaxt onu keçmərəm. Heç vaxt, niyə keçmirsən ki? Sən onu, baxın, insanlar burada yanlış düşünür. Sən onu fiziki bədənin bağışlamırsan. Sən onun ruhun bağışlayırsan. Hər zaman demişəm, İnsandan gedib, əgər mən hiss eləyirəmsə ki, mən Aytəndən üzr istəsəm, o məni əzəcək, egomu sındıracaq və yaxud da nə bilim, nəsə bir ağır söz deyəcək, gedib üzr istəmirəm mən. Mən oturam evdə, Aytənin ruhundan üzr istəyirəm. Və deyirəm ki, və yaxud da bağışlayıram onu. Mən deyirəm ki, mən Aytəni bağışladım. Mən şərt deyil ki, mən gəlib fiziki bədəndə olan Aytəndən üzr istəyim. Bunu eləmək şərt deyil. Mən bununla şəxsən razı deyiləm. Bəzən deyirlər ki, get həmin insandan üzr istə. Hər kəs eyni düşüncədə deyil. Kimsə sən ondan üzr istədiyinə görə gəlib səni elə bir yerdən psixoloji olaraq əzə bilər ki, sən 100 il üzvə gələ bilmərsən. Deyərsən, mən nə üzr istəyirəm, qələt elədim, getdim ondan üzr istədim, o da mənə bunu elədi. Ondan sonra sən gəlib kimləsə üzr istəyirsən, yox, heç vaxt. Bunu eləmirik. Onun ruhundan üzrxahlıq eləyin, bağışlanmağını Allahdan istəyin. Onu ruhun buraxın. Fiziki bədənlə sən danışmaya da bilərsən. Yəni şərt deyil ki, kontakt qurasan. Bax, bu çox önəmlidir. Çox vacibdir. Bax, gözəl bir nüansa toxundunuz ki, əslində hadisələrə keçməklə Allaha yaxınlığımızı bərkidirik. Bəzən özümüzü idarə eləyə bilmirik, çox böyük təlaşa düşürük.
övladımın məktəbini çatdırmaram. Qayğılara gedirik də belə deyim sizə. Bəli. Övladımın məktəbini çatdırmaram. Birdən yaxşı ana olmaram. Birdən yaxşı həyat yoldaşı olmaram və sən mütəmadi bir böyük bir savaşa girirsən və sən hər bir məsələni istəyirsən ki, özün idarə eləyə biləsən ki, bu sənin əlindədirmi əslində? Yox. Deyil. Mən hər zaman demişəm, həyatın tam hissəsi bizim əlimizdə deyil. Biz Allaha buraxmağı öyrənməliyik. Biz situasiyanı bir yerə qədər idarə eləyirik. Bir yerdən sonra onu artıq Allahın nəzarətinə buraxmaq lazımdır. Məsələ o buraxmaq məsələsində də insanlar ilişib qalır. Niyə? O mən deyim niyə ilişib qalır. Çünki insan Allaha müraciət eləyəndə gözləyir ki, dərhal nəticə olacaq. İndi bu dəqiqə mən sənə müraciət elədim, mənə nəticə ver. O çox nadir hallarda olur. O yalnız artıq tam hər şeydən əlini üzmüsən, artıq təslimiyyətə avtomatik keçirsən, ruh təslimiyyətə keçir. Çünki ürək artıq yorulub, bezib bu vəziyyətdən və artıq bağlanır Yaradanın kanalına. Bəzən istəklərimiz bir gün içində olur. Fikir vermirsiniz ya yox? Düşündüyün anda belə Düşündüyün andan bir şey düşünürsən, deyirsən, ay Allah necə nədir? Elə bil həmin an buraxdın, həmin anda hadisə baş verdi. Bu çox nadir hallarda olur. Çünki onda artıq ruh öz kim olduğunu bir anlıq da olsa xatırlayır və birbaşa Yaradana bağlanır. Amma digər hallarda, məsəl üçün sizin əgər indi belə deyim də evdə ab-hava çox da yaxşı deyil, problemlər içində boğulursunuzsa və s. və sən deyirsən ki, mən kvartirant yaşayırsınız, götürək bir ailə. Kvartirant yaşayır, aya 500 manat kvartirant pulu verir. Uşaqların necə məktəb pulunu verəcəyi bilmir. Yoldaşı hal-hazırda işdən qovulub, evə pul gəlmir, kvartirant burdan qovur və s. Tıxanılmaz bir vəziyyətdir. Düzdürmü? İnsan dirənib. Neyindir? Allaha yalvarır. Düzdürmü? Allah ona o istədiyi evi, istədiyi yaxşı maaşlı işi niyə biraz gec verir? Çünki həmin o insanın enerjisini başlayır qaldırmağa ki, o yüksək enerjili material vəziyyətlər nələrsə ona veriləndə o bunu düzgün istifadə eləyə bilsin və düzgün onu qəbul eləyə bilsin. Başlayır onun ətrafını gözəlləşdirməyə, onun ruhunu sakitləşdirməyə. Sən duanı daima eləyəndə, yəni Allaha müraciət eləyəndə, onu müəyyən bir şərait yaradır, müəyyən bir insanlar çıxır sənin qabağına, sən sakitləşirsən, qalxırsan, hop, gözləmədiyin bir anda evdə olur, işdə olur, uşaqların da yaxşı bir məktəbdə oxuyur. Bu birdən-bir olmur axı. Amma buna biraz insan elə bil yetişməlidir. Aşağı frekansda olan insan 30-40 il təsəvvür edin, yükün yığmısan üstüvə və deyirsən ki, məni bir dənə bir şeylə qutar, qaldır. Və yüksək istəklərin var, onlar ki, yüksək frekansa sahibdirlər. Sən onunla aşağıda olarkən toqquşsan, onlar səni məhv eləyər. O istədiyin 5 otaqlı ev, əgər sən indi 2 otaqlı bir kvartirantda yaşayırsansa, sənin indi bu vəziyyət və bir günə verilsə, o səni məhv eləyə bilər. Sən xəbərin yoxdur, bəlkə də. Bəzilərinə verilir, razıyam. Bəzilərinə durduq yerə elə bir möcüzə şəkildə bir şeylər verilir ki, deyirsən ki, o başqadır, o artıq ruhən yetişib, o artıq ona hazır idi. Amma hazır olmayan insanları lotereyada insanlar görsüz nə günə düşürlər. 2 ildən sonra, 1 ildən sonra eyni vəziyyətlərindən, bəlkə ondan da hətta. Ondan da betərdir. Çünki insan hazır deyil, insan çökür. Bəzən bizim istədiyimiz bir şey bizim çöküşümüzün səbəbi ola bilər. Biz bunu bilə bilmərik, bunu bir tək Allah bilir. Məqsəd odur ki, indi vermirsən, amma əgər o istək səndə varsa, deməli o istək sənə veriləcək. Və sən başlayırsan özünü təkmilləşdirməyə. Dualarla, kodlamalarla, özünün inkişafla, podkastlarla, nələrlənsə sən özünü başlayırsan inkişaf elətdirməyə. Başlayırsan o istəklə eyni frekansa düşməyə və o frekans səni gəlir tapır. Və artıq o frekansda olan insanlarla bir olursan, artıq o frekansda olan hadisələrlə bir olursan, artıq getdiyin verilişlərdən tutmuş aparıcılara qədər hamısı səninlə eyni frekansdadır. Biz sizinlə eyni dili danışırıq. Düzdürmü? Mən danışıram, siz bitirirsiniz, siz danışırsınız, mən bitirirəm. Nəyə görə? Çünki biz eyni frekansdayıq. Bizim izləyicilərimiz hamısı bizimlə eyni frekansdadır. Nəyə görə? Və yaxud da bizdən alacaqları var. Bizdən alacağı olmayan heç kimin qabağına bu veriliş çıxmayacaq. Doğru. Yəni adi bir
Reels var. Məsəl üçün çıxdı qabağa. Təsadüfi deyil ki. Deyil. Sosial şəbəkə yəni insanların qabağına, insanların belə deyim də istifadəsinə elə belə verilmir. Bəli, bunu insanlar yaratsa da, amma sistem hər zaman dediyim kainat sistemi deyilən bir şey var. Onu Allah yaradıb. Qurban olduğum ki, insanlar bax bu yolu keçsinlər və evolyusiya dövrünə gəlsinlər, Allahla bütün olsunlar. Bizim Əziz Sağlam Həyat kanalının izləyiciləri, bilirsiniz ki, kanalın ərsəyə gəlməsi, kanalın ayaqda qalması elə də asan bir iş deyil. Bu istər-istəməz böyük bir maliyyə tələb edir. Bunun üçün də bizim baş sponsorumuz olan AFN Transport və Rentakar şirkətinin rəhbərliyinə dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Qeyd etmək istəyirəm ki, Qafqazın ən böyük transport və rentakar şirkəti olan AFN Transport və Rentakar şirkətində 5 nəfərdən 55 nəfərə qədər 100-ə yaxın böyük avtobuslar var, hansı ki, burada 2026-cı ilin avtobusları da var. Həmçinin 100-ə yaxında balaca minik nəqliyyat vasitələri var, hansı ki, burada da istərsə sürücü ilə, istərsə sürücüsüz, siz nəqliyyat vasitələrinin icarəsini tam olaraq həyata keçirdə bilərsiniz. Nəqliyyat həllərinizi, nəqliyyat problemlərinizi tam olaraq AFN-ə həvalə etməklə getdiyiniz yolları daha asan və tez edə bilərsiniz. Yalnız nəqliyyat sifarişləriniz üçün bu nömrələrə zəng etməyiniz tələb olunur. Heç bir qonağımız üçün bu nömrələr aktiv deyil. Yalnız nəqliyyat problemlərinin həlli üçün, nəqliyyat sifarişləriniz üçün aşağıdakı nömrələrə zəng edə bilərsiniz. Əslində bütün keçdiyin, Kəmal xanım sözünüzü bağla kəsim. Əslində keçdiyin, bu sizin sözünüzdür ki, mən bunu çox sevirəm, həmişə də deyirəm. Keçdiyin bütün mərhələlər sənin ruhunu böyütməyin üçündür. Sən daha böyük ruh ola biləsən deyənə və sən həqiqətən də Allaha etibar edəsən deyənəm. Biz müəyyən bir irəliləyişlər edirik də, deyim ki, bugün 3 nəfəri misal üçün idarə ediriksə, bir də siz bizim öhdəliyimizə verir ki, siz 3 nəfəri yaxşı idarə edirsiniz, gəlin sizə 8 nəfəri veririk. Sən artıq, məsələn, mən özümdən götürmə, artıq böyük bir təlaşa düşürəm. Burada inamımı itirirəm Kəmalə xanım. Burada özümü biraz belə, necə deyim, boş buraxıram və burada mənə lazımdır deyən ki, bir dayan, 3 nəfəri idarə edən sən idin bəyəm. Sən deyirdin axı. Düzdür. Burada, bunun özü böyük bir, bu bizim düşüncəmizdə mənə maraqlıdır ki, necə bir qapanma eləyir, necə bir keçid eləyir ki, mən özüm bunu tənzimləyə bilmirəm. Keçid eləyə bilmirəm elə bil. Qorxularınızın üzərinə gedin. Deyirsiniz, 3 nəfəri idarə edirəm, düzdürmü? Siz deməli hal-hazırda 3 nəfərə o enerjini verməlisiniz. O enerjini düzgün qaydada verəndən sonra sizə 10 nəfər gələcək. 10 nəfərə düzgün enerjini verəndən sonra 100 nəfər gələcək. Sən əgər 3 nəfərə enerji verə bilmirsənsə, o 100 nəfər də sənə gəlməyəcək. Və sənin birdən-birə 100 nəfər gəlsə, o 100 nəfər sənə çöküşüvə səbəb ola biləcək. Mən təzə seminarlar eləyəndə, mən birinci seminarım pulsuz eləmişdim. Bir yer tutmuşdum və orada 100-200 nəfər pulsuz insan çağırmışdım. Mən həmin günü yaşadığım o stresi mən sizə yəni tərif edə bilmərəm. Baxmayaraq ki, ödənişsiz idi. Amma mən insanın qabağına çıxmağa o qədər qorxurdum. Mən ona 10 manat belə, 5 manat belə qiymət qoymamışdım. Arenda pulu falan hamısı mənli idi. Mən özümə məqsəd qoydum ki, mən öz qorxumun üstünə gedəcəm. Getdim orada karvalol içdim, valeriyanka içdim, əllərim əsdi, səs tembrum əsdi, materialı birinci verməkdə çətinlik çəkdim. Çünki qarşımda 100-200 nəfər var və birinci dəfədir bunu eləyirəm. Mən nə edim? Qorxumun üzərinə getdim. Ondan sonra artıq mən seminarlarımı başladım, ödənişli şəkildə filan qədər insan yığmağa və onların qarşına layiqincə çıxmağa. Mən onu etməsəydim, mən qorxumun üstünə getməsəydim, mən indi məsələn rahat bu şəkildə danışa bilməzdim. Və yaxud da insanların qabağına ödənişli şəkildə seminar təşkil edib və onlara çox dəyərli bir məlumatları verə bilməzdim. İnsan qorxuların üzərinə getməlidir. Ya qorxu səni yenəcək, ya da sən qorxunu yenəcəksən. İnsan cəsarətli olmalıdır. Biz nəyə görə? Baxın, insan hər şeydən qorxur. Biz niyə qorxuruq? Niyə qorxuruq? İtirməkdən qorxuruq. Çünki bu bizim ruhumuza verilən müəyyən bir hisslərdir ki, biz bu hisslərlə Allaha yaxınlaşmalıyıq, öyrənməliyik. Ruh bu yer kürəsinə evolyusiya üçün gəlib.
Mən hər zaman demişəm, inkişaf üçün gəlir. İnkişaf üçün gəlməyən ruhun burada yeri yoxdur. Yəni əgər sən doğulmamısansa və yaxud da artıq rəhmətə getmiş insanlar varsa, deməli onların artıq dərslənmə sistemi bitib və evolyusiya dövrü də bitib. Onlar artıq başqa bir boyuta keçirlər. Yox, əgər sən burdasansa, sağsansa, ətli qanlısansa, yaşayırsansa, deməli sən burada qorxuda yaşayacaqsan, aclıqda yaşayacaqsan, digər neqativ hisslərdə yaşayacaqsan. Niyə? Onlar olmasa biz tənbəlləşib heç nə eləmərik. Bizi nə vadar edir inkişafa? Ac qalma qorxusu, kasıb olmaq qorxusu, xoşbəxt olmamaq qorxusu. Düzdürmü? Pulumuz olmayanda qorxuruq da Aytan xanım, düzdürmü? Ki mənim pulum yoxdur axı. Səsimiz belə başqa çıxır. Səsimiz başqa çıxır. Xaladelnik boşdur, soyuducu boşdur. Və sən oturub fikirləşsən ki, mən nə eləyim ki, gedim o soyuducunu doldurum. Qorxu hissi olmasa, mən oturaram divanda, deyirəm boşdur da, qoy elə hamı ölsün acından, oturmuşuq da, düzdürmü? Yoxdur axı qorxu hissi. Doğru. Qorxu hissini mənfi hiss kimi qəbul eləməyək. Qorxu hissi bizi inkişafa aparan hisslərdən biridir. İtirmə hissi. Düzdürmü? Ən böyük itirmə hissi insanın özünü itirmə hissidir. Uşaqları qoyuram bir qırağa, yoldaşı qoyuram, ata-ana hamısını qoyuram bir qırağa. İnsan özü yox olmaqdan qorxur. Bu saat biz metroya düşək, tuneldə qalsın, nə uşaq ağlımıza gələcək, nə yoldaş, düzdürmü? Heç bir. Ancaq özümüz. Birinci öz. İtirmə qorxusu nədən başlayır? İnsanın özündən başlayır. İnsan özü yox olmaqdan qorxur. Bax, bu yox olmamaq hissi hardan yaranmalıdır ki, yox olmaq hissi səndə olmasın? Allaha bağlı olmaqdan. İnsan başa düşəndə ki, mən Allaha bağlıyam, mən ondan gəlmişəm, ona gedəcəm, artıq yox olma hissi burada oturmur. O oturmursa, sən öz uşaqlarına görə də qorxmursan. Çünki onlar da yox olmayacaq. Yoldaşın da yox olmayacaq. Ata-ana da yox olmayacaq. Bildiniz nə demək? Çox gözəl. Yəni heç kim yox olmur. Biz Allaha gedirik. Allahdan gəlmişik, Allaha gedirik. Bax, bunun fərqinə varmaq artıq həyatı 1-0 öndə olmaq deməkdir. Mərzən demişəm, Somalidə də yaşasanız, əgər sənin Allahla bağlantın varsa, sən orada da çarə tapacaqsan. Suyun da olacaq, yeməyin də olacaq, pulun da olacaq, hər şeyin də olacaq. Burada müharibə də olsa, dünya da dağılsa, sənin Allahla bağlantın varsa, yəni sən udacaqsan. Baxın, udmaq o demək deyil ki, sabah kimsə öldürsə o udmadı deməkdir. Yox. Hər kəsin bir yolu var. Hər kəsin bir yolu var. Falan insana bu qədər ömür yazılıb. O ölsə o deməkdir ki, bəyəm Allah onu istəmir. Və yaxud da doğru. Nəsə yanlış bir şey. Bu həyatın qanunudur. Həyatın qanunu biz hansı prizmadan baxırıq? Sosial məişət problemləri. Qaynana, qaynata, işim alınmadı, yoldaş qoymadı, uşaq mənə əyri baxdı falan. Söhbətlər budur. Bunun üstünə çıxmaq lazımdır. Bunun üstündə olmaq lazımdır ki, mən ali varlığam. Mən bunu yarada bilərəm, onu yarada bilərəm. Mən Allah mənə yaşamaq icazəsi verib, onu elə bilərəm. Bunlar hamısı boş şeylərdir. Amma insanlar nə edir? İnsanlar öz düşüncələrini sosial lazımsız məişət söhbətləri ilə davam etdirirlər. Kimi dindirirsən hal-hazırda? Yəni hər kəs məişət problemini önə sürərək. Başa düşürəm, bunsuz mümkün deyil. Bizdə də məişət problemləri var. Amma bu sənin həyatının üstünü olmamalıdır. Əslində məişət problemləri insanları həbsə salır. Mən bunu həbsdəki kimi görürəm. Sən özün öz beynindəki həbsdən çıxmaq istəyirsənsə, sən düşüncəni dəyişməlisən. Əgər çıxmaq istəyirsənsə, yox, o həbsdə qalmaq səni qane edirsə, tamam. Sən elə orada da qal yenə. Aytan xanım, mən həmişə demişəm, toplum olmayın. Mən heç bir qruplarda yoxam. Yəni nə qrupu olursa olsun, bir də valideynlərdən başqa, o başqa. Heç bir qrupda yoxam. Orada məcbur olmalıyam. Orada məcburam da, nəsə söhbət gedir. Heç bir qrupda yoxam. Heç bir toplum, əgər burada 100 nəfər varsa, burada 2 nəfər varsa, mən həmişə o 2 nəfərin yanında olacağam, 100 nəfərin yanında olmayacağam. Çünki 100 nəfərin içində bu egosal çıxış deyil. Qətiyyən. Bu egosal çıxış deyil. Çünki orada mən olan məişət söhbətləri biləm, mən onları eşitmək istəmirəm. Mən düşünürəm ki, insan daha ruhsal olaraq daha gözəl şeylər danışmalıdır. Həyat, bizim dialoqumuz bizimlə olmalıdır. Sən bugün bu dünya üçün ən gözəl daha nə elədin? Başa düşürəm, o söhbətlər də olmalıdır. O söhbətlərin də yeri var. Amma nə elədin? Baxın, niyə gəlmisən?
Oradan başlayaq. Baxır niyə gəlmisən? Bir səhv etmirəmsə, bir şairi səhv deyirəmsə düzəltsinlər. Deyir, gəlmədim özüm qala, gəldim ki izim qala. Bəli. Mən bunu əməkdaşlarıma da deyirəm. Hərçənd bilmirəm nə dərəcədə başa düşülür. Deyirəm, gəldinsə özüm qalmağa, tamam əzizim, qal. Yo, gəldinsə izin qalmağa, niyyətli gəlməlisən, məqsədli gəlməlisən. Qorxusuz gəlməlisən. Mütləq. İnsan bilirsiniz nə vaxt tam ölür? İnsanı torpağın altına bastıranda o ölmür. İnsan ta ki yer kürəsində axırıncı bir insan onun adını çəkməyənə qədər. Nə vaxt ki, o insan haqqında heç kim heç nə danışmır, bax o insan o zaman ölü sayılır. Yaşayanda da gərək elə yaşayasan ki, sənin nəvələrin, nəticələrin desin ki, mənim filan nənəm var idi, ulu nənəm var idi. Mən onun söhbətlərini hələ də eşidirəm. Və yaxud da hələ də sözünü eşidirəm. Hələ də hər hansı bir əməli var. Mən onunla fəxr eləyirəm. Bax o insan ölümsüzdür. Bəli. Bədən ölümlüdür. Yəni bədən öldü, getdi, su qutardı, funksiyası qutardı. Ruh həmişə var. Təzə tendensiya çıxıb, Aytan xanım. Deyirlər, qəbr üstünə niyə gedirsiniz? Ölüləri niyə yad edirsiniz? Onsuz da orada heç kim yoxdur. Görün, dəyər sistemini nə dərəcədə aşağı salırlar. Bəli. Məhv eləyirlər insanı. Necə heç kim yoxdur? Bəs o insanın 40, 50, 70, 100 il ömrü, bəs o insanın etdiyi əməllər, bəs o insanın etdiyi yaxşılıqlar, negativi qoyuruq bir qırağa, ölü haqqında yaxşı nəsə danışmaq lazımdır. 2 dəqiqə. İnsan haqqında bəs onları biz hamısını neyirik? Bu dəyərsizləşdirmə deyil də bəs nədir? Əziz Sağlam Həyat kanalının izləyiciləri, bizim orta aylıq baxış statistikamızla rəqəmlərimiz heç də üst-üstə düşmür. Mən sizdən çox xahiş edirəm, bizim kanalımıza abunə olaraq baxsanız, siz bizim kanalımızın inkişafına birbaşa dəstək göstərmiş olacaqsınız. Hələ biz üçün şərh bölməsində şərhlər yazsaz, bu ümumilikdə bizim baxdığımız bütün bu videoları, bizim yayımladığımız bütün bu videoların baxışına müsbət təsir göstərəcəksiniz. Ona görə də bizi sevdiyinizi aktiv şəkildə həm kanalımıza abunə olmaqla, həm də videoların altında şərh yazmaqla bildirsəz, çox sevinərik. Sizi sevirik, çox dəyərlisiniz. Əslində indi çox böyük tendensiyalar siz demiş ki, ortaya gəlir ona görə ki, insanı cəmiyyəti vurmaq üçün onun dəyər sistemini birinci toxunmaq lazımdır. Ailə dəyər sistemlərimizə zaten bayağı bir toxunulubdur. Bugün sosial mediada bunu görürük. Zaten bir çoxlarına necə deyim, ölçü götürülməməsi də bunun hələ davam etməsinə şərait yaratdığını görürük. Və bunlar hələ ki davam edəcək ta ki görünməyənə qədər. Görünsə, ondan sonra artıq cəmiyyətdə müəyyən bir yerə gəlsə, görünsə, ondan sonra düşünürəm ki, buna bir əncam belə deyim də çəkəcəklər. Cəmiyyəti dəyişmək də bizim əlimizdə. Biz dəyişirik. Biz dəyişirik. Və cəmiyyəti dəyişmək də bizdən asılıdır. Bəli. Yəni biz öz düşüncələrimizə sadəcə bir şey, uşaqları indi hal-hazırda biz həddindən artıq çox hazırlıqlara da göndəririk. Çox yüklüyürük. Elə mən özüm də, yəni o müəllim, bu müəllim, o kurs, bu kurs. Amma onlara ruhsallığı da öyrətmək lazımdır. Götürün bir ixlası öyrədin uşağa. Götürün bir duanı götürün. Ürəyimiz hansını istəyir. Götür onu bir öyrət ki, uşaq hər axşam onu desin. Çünki savad olmaq gözəldir. Savadlı çox gözəl bir şeydir, bəli. Amma Allaha bağlı ondan da gözəl bir şeydir. Və bunların ikisinin birləşməsi çox möhtəşəm bir şeylər ortaya çıxarır. Sadəcə demirəm get ruhsallığı oyat. Həm tam da bağlama. Tam da ona demirəm. Doğru, Çünki doğru. onda da sən bu həyatdan uzaqlaşacaqsan, amma sənin ailə qurmağın var, uşaqların var və s. Və mən demirəm ki, tamamilə elmə get. Bax bu balansı çox ciddi bir şəkildə qorumaq lazımdır və mən hər zaman deyirəm ki, insan hisslərlə yaşamalıdır. Hər zaman öz hisslərinizə duyun onları, hiss edin onları. Bilin ki, nə olursa olsun həyatınızda heç bir şey sizin pisliyinizə deyil. Başa düşürəm. Vallahi başa düşürəm. Evdə bir ton problem. Soyuducu boş ola bilər. Burdan o sizi tətikləyir, burdan bu sizi tətikləyir. Vallahi başa düşürəm.
Məndən yaxşı sizdə olan qohum-əqrabalar məndə də var. Sizə eləyənlər mənə də olunur. Mənim evimə girib çıxan insan əgər mənə cadu eləyirsə, bundan artıq nə gözləmək olar? Mən onu bağışlayıram. Mən hər gün onun ruhuna dua oxuyuram. Düşünün də, yəni. Və mənə yuxuda gələndə deyildi ki, yəni bağışlamalısan da, yəni başqa çarən yoxdur. Başqa çarən yoxdur. Və mən onu bağışlayıb onun ruhuna dua oxuyuram. Siz də bunu eləyin də. Burada biz egoya qapalırıq. Nə üçün eləyim? Niyə eləyim ki? Necə el? Sən bunu onun üçün eləmirsən axı. Sən bunu Allahın yolunda eləyirsən. Bax, burada ayırd eləmək çox əhəmilidir. Baxın, Aytan xanım, yeri gələndə biz eqol da olmalıyıq. Yeri gələndə biz özünə razı da olmalıyıq. Yeri gələndə biz mülayim də olmalıyıq. Düzdürmü? Yeri gələndə biz şəxsi sərhədlərimi biz arasında olsa açmalıyıq, amma yeri gələndə elə bir divar hörməliyik ki, amma bir tək Allahla danışanda egomuz sıfır olmalıdır. Sən onunla artıq danışırsansa, orada başqa bir sorğu-sual olmamalıdır. Niyə bu gəldi? Niyə bu elədi? Niyə mən ayrıldım? Niyə bu mənə belə? Niyə sevdiyim belə elədi? Niyə bu belə? Bunlar hamısı qoyun bir kənara. Sən yeri göyü yaradanın qabağına çıxmısan və onunla danışırsan ki, o şax damarından sənə yaxındır. Sən onunla danışırsan, egonu sıfırlayırsan. Sonra get hansı insanla egonu hansı dərəcədə qaldırmaq istəyirsən, qaldıra bilərsən. O sənin işindir. Yekəxanalıq yox ha. Egodan söhbət gedir. Ego ilə yekəxanalığın fərqini deyim mən sizə. Deyin əslində. Yekəxana içi boş insandır. Travmalı insandır. Qurban rolunda olan insandır. Həyatda özü öz adına çox şey, heç nə qazanmayan bir insandır. Kiminsə şotuna qazanıb. Yoldaş olsun, ata-anası olsun, kim olursa olsun və yaxud da kimsə ona hazıra nazır bir şey verib. Bax, o yekəxanalıqdır. Yekəxana insanlarla danışanda sən görürsən ki, onun içi boşdur. Diyaloq getmir. Salam verdin, danışıq getmir. Yəni, davamı yoxdur. Amma egolu insan, egosunu düzgün idarə eləyən insan, onlar həyatda özləri uğur qazanmış insanlardır. Və Aytan xanım, kimsə gəlib burada sizə deyə bilər ki, Aytan, sən də bir paltarın belə bir cürdür. Bu nədir geyinmirsən? Deyə bilməz axı. Deyə bilməz. Niyə? Çünki Aytan xanımın egosu balansdadır. Yeri gələndə lazımı insanların qabağını siz onu 70-80% da qaldırırsınız. Düzdürmü? Bəli. Elə bir ortamlar var ki, gedirəm ora, mənə deyirlər ki, sən çox yekəxanasın. Dedim, deməli ortam bunu tələb eləyir. Elə toylar var ki, gedirsən ortadan çıxmırsan. Düzdürmü? Doğru. İnsanıq, sosial həyat yaşayırıq. Bəli, hər şey gözəldir, amma sosialda yaşayırıq. Elə toy var ki, deyirsən, oturum, mənə bir dənə dəyməsinlər və göz qaşda belə o özündən asılı deyil, ortamın tələb etdiyi bir vəziyyətdir. Ya əslində sizə görə dəyişirik. Sizə görə dəyişirik. Sən məni necə görmək istəyirsənsə, o cürdə görürsən. Bax, bunu anlamaq çox önəmlidir. Çox vacibdir. Çox vacib. Adi mən bir şey deyim. Burada bizim mühasibimiz bilmirəm baxar, baxmaz. Yəqin ki, baxmaz. Keçən dəfə zəng eləmişəm, daxili telefona nəsə deyirəm və deyir ki, sonra dedim, bir dəqiqə yığış özünü. Gör kimdən danışırsan? Sən sonra kimə deyirsən? Üzr istəyirəm. Dedim, sən 100 nəfərlə elə danışa bilərsən. Mən səndən necə danışıramsa, Bəli. sən məndən o cür danışmalısan. Bu çox önəmlidir. Mən səndən sonra desəm, tamam, Razıyam. sən məndən elə danış. Mən sənə siz deyirəmsə və buyurun sizi dinləyirəm deyirəmsə, sən mənə o tərzdə cavab verməlisən. Yoxsa mən telefonu asıram. Amma belə insanları sevirlərmi? Sevirlər. Çünki biz qıcıq yaradırıq insanlarda. Bəli. Çünki qıcıq yaranır ki, başa düşmədim. Niyə ki? Sən hər yerdə mülayim olmalısan. Niyə? Yox. Bax, bunu mən insanlara ötürəndə insanlar belə bir təşviş içində yaşayırlar ki, necə? Biz mülayim olmamalıyıq. Aydınlanmış insan, yəni fərqinə varmış insan, həyatı dərk etmiş insan. O demək deyil ki, hər kəsə pisim-pisimlə danışmalıdır. Quzu olacaq deyə bir şey yox. Sən gəl mənim üzümə tüpür, mən verim bu üzümü ki, sən ala, gəl. Ora yaxşı olmadı, gəl bu üzə də yaxşı tüpür ki, belə ürəyindən olsun. Yox. Mən bu saat indi siz bir kənara, siz bu verilişin aparıcısınız. Mən insanlarla işləyirəm, kodlama satıram. Mən bu saat egomu salım 20-30%. Mən də siz necə danışacaqlar. Bura baxaz.
O kodlamadan mənə bir dənə biri mənə az deyəcək, biri mənə deyəcək, davay vəhşi vermirəm pul. Biri deyəcək, vəhşi sən nə satırsan özün də bilmirsən. Biri mənim biliyimi alçaldacaq, sorğulayacaq, sındıracaq, girəcək mənim şəxsi sərhədlərimə. Bəli. Yox, mən əgər duadan danışıramsa, Allahdan danışıram, bu demək deyil ki, siz gəlib kimsə mənə nəsə deyə bilər, kimsə məni əzə bilər, keçə bilər. Yox, belə bir şey yoxdur. Elə ortam var ki, mən ora gedirəm, bütün egomu salıram 10%-a. Çünki bilirəm ki, orada məni ondan vurmayacaqlar. Bəli. Bu yaxınlarda üzr istəyirəm. Buyurun. Təlimə getmişəm. Və orada bir xanım mənə dedi ki, siz nə yaman yekəxana görsəniz qıraqdan. Dedim, deməli belə lazımdır. Belə lazım. Deməli hal-hazırda bu 50-60 nəfər məni bu cür görməlidir. Və bu mənə təsir eləmədi. Mən bunu dəyişmək istəmirəm. Bu özünə razılıq deyil. Bu pis bir şey də deyil. Bax, bu hissləri tanımaq və balansda olaraq yaşamaq, bax, özünü tanımaq Allahı tanımaq deməkdir. Bax, bütün bu toplum sənin şəxsiyyətini formalaşdırır. Allahı tanıyırsan, özünü tanıyırsan, hisslərini tanıyırsan, kim olduğunu tanıyırsan, hansı situasiyada, hansı reaksiyanı verməlisən, onu tanıyırsan, bir tək düşüncəvi dəyişlə yol alıb getmirsən. Bax, bizdə olan kodlamalar ki var, bizdə olan kodlamalar özünüzü tanımağa sizə şərait yaradır. Sizin hər kəsin daxili potensialı var. Hər kəsin daxili hissləri var. Öz hissləri, özünə, ruhuna Allah tərəfindən üfürülmüş hisslər. Bu çox vacibdir ya. Bunu hər adam bilmir. Bax, bunlar çıxır ortalığa. Bütün o zirzibil çəkilir bir kənara. O gəldi, bu dedi, bunu lazımsız. Bax, o sənin həqiqətən də yaradan tərəfindən sənə bəxş olmuş o hisslər çıxır ortalığa. Çünki onlar bastırılıb. Bax, kodlama ona görə kömək edir. Bəli. Bir Zahid müəllimdən yenə misal çəkəcəm. Zahid müəllim deyir ki, əslində sən naturaca sakit tipaj deyilsən. Niyə özünü sakit göstərsin? Deyirəm ki, düşünürsünüz ki, mən sakitəm. Deyir ki, özünü elə göstərirsən, amma sakit deyilsən. Bax, gör səni harda boğublar. Və sən əslində sakit olmalısan. Mən bunu fikirləşdim, oturdum, düşündüm. Həqiqətən də bu belə idi. Mənim potensialım sakit olmayanda daha aktivdir, daha yaxşı və mən onda özüm kimi görürəm. Mən dedim ki, yaxşı, mən niyə obraza girmişəm? Başqasının obrazı idi. Başqasının geyimi idi ki, mən onu geyinmişdim. Bu mənim əynimə ölçülməmişdi. Əynimə ölçülməyən geyimləri geyindiyimə görə əslində mən öz bədənimin quruluşunu bilmirdim. Baxın, 2-ci sinif idi və mənim demədiyim bir sözə görə, nəysə müəllim uşağı idi orada, mənim demədiyim bir sözə görə mənim adımdan o qız getdi müəllimə səhv məlumat verdi ki, güya mən onun qızı haqqında pis söz demişəm. 2-ci sinif, 7 yaş. Və o müəllimə mənim bütün sinifin qabağında şillə vurdu. Bəli. Mənə dedi ki, sən kimsən ki, mənim qızım haqqında o söz deyirsən? Mən dedim ki, mən elə söz deməmişəm. Dedi, sən yalan deyirsən. Zəng elədi mənim anama və anam ona görə də məni döydü evdə. Adi bir hadisədir, danışıram sizə. Döydü. Dedim, mən deməmişəm. Mən o sözün mənasını da bilmirəm. Dedi, müəllimə düz deyirsən, yalan deyirsən. Mən ondan sonra 27-28 yaşıma kimi mən öz sözümü deyə bilmirdim. Mən hər zaman deyirdim ki, mən səhvəm. Mən düz demirəm. Çünki o hissi məndə bastırdılar, gömdülər yerin dibinə. Mən 27-28 yaşıma qədər mən deyirdim ki, mən səhvəm. Nə olursa olsun həyatda hamısının günahkarı mənəm. Əgər kimsə mənə artıq əski söz deyirsə, deməli mən ona layiqəm. Əgər kimsə məni belə vurursa, vurmur. Məsəl üçün vurursa belə, mən ona layiqəm ki, məni vurur. Çünki niyə? Çünki 7 yaşında məni ona eləmişdilər. Ta onu mən işləyənə qədər işlədim və başa düşdüm ki, orada mənim heç bir günahım yox idi. Və o çox önəmlidir. Bütün kodlama sistemi yanlış gedirdi. 27-28 yaşıma qədər mən yanlış düşüncələrlə, mən elə bilirdim ki, mənə onda desəydilər ki, sən cəmaatın qabağına çıxış eləyib, yəni belə səlis, rahat danışacaqsan, mən deyərdim, siz dəlisiniz. Mən belə şey eləyə bilərəm. Mən onu enəndən sonra mən başladım öz haqqımı tələb eləməyə. Sən demə mənim haqqım var imiş. Sən demə mənim doğru düşüncələrim. Sən demə mən gic deyiləm.
Mən ağılsız deyiləm. Sən demə mən ağıllıymışam. Ondan sonra baxın, kodlama sistemi bilirsiniz necə işləyir. Sən ona inanmadıqca onu sənə heç kim təsdiq eləməyəcək. Doğru. Doğru. Ondan sonra atam gəldi mənə dedi ki, mən fəxr eləyirəm ki, mənim sənin kimi qızım var. İlk dəfə idi mənə o sözü 29 yaşımda dedi. 29 il mən elə bilirəm. Elə demək. Çünki mən ona inanmırdım. Ondan sonra anam gəldi mənə dedi ki, mən səninlə fəxr eləyirəm. Ona qədər heç kim mənimlə fəxr eləmirdi. Ondan sonra mənim indi oğlum da mənə deyir ki, mama, çox sağ ol ki, sən mənim mamamsan. Mənə oğlum o sözü deyərdi. İndi də mən o kodlama ilə yaşasaydım, o kodla, Bəli. mənim oğlum da mənə o sözü deməzdi. Mənim yoldaşım da mənə deyir ki, çox sağ ol ki, sən mənim həyat yoldaşımsan. 29 yaşıma kimi mən o sözü deyən yox idi. Heç kim demirdi. Çünki mən özümü layiq bilmirdim ona. Mən görmürdüm ki, mən nəsə danışa bilərəm, mən ortalığa çıxa bilərəm. Mənim sözümün dəyəri yox idi. Bax, o çox önəmlidir, dəyər. Çünki uşaqlıqda ki, mən dedim ki, mən eləməmişəm və məni o sözə görə vurdular. Sən çətin bir də danışasan. Ki, məni birdən yenə vurarlar. Şərt deyil şillə vursunlar, fiziki. Həyat səni vurar. 29 yaşım var idi. Təzə 2 təlim almışdım. Kodlamalarla başladım bu işə. Sevinmişəm indi. Özgüvən yox, bir şey yox. Kodlamalar amma gedir. Məndə o vaxtda da kodlamalar satışırdı. Kodlamalar verdi mənə populyarlıq. Tanındım. Çünki çox nəticə verdik. Getdi 2-3 nəfərin qabağına çıxdı. Başladılar mənə paylaşmağa. Filan kəs gic-gic şeylərlə cəmaatı aldadır. Filan kəs hansısa kodlamadır da. Siz də cəmaat da inanır belə şeylərə. Axmaq şeylərdir. Bilirsiniz nə oldu? 2 gün sonra mənim 100 minlik səhifəm batdı. Batdı. Mən ondan 8 ay sonra üzümə gələ bilmirdim. 2019-cu ilin axırından mən 2025-ci ilin noyabrına kimi mən kodlama satışını özümə qadağan eləmişdim. Qalmışdı burada. Yenə qınayarlar. Yenə qınayarlar. Yenə birdən mən nəsə eləyərəm. Artıq bir çox etapları keçdim və birdən mənə hiss gəldi ki, hə, sən kodlamanı satmalısan. 24 noyabrdan o başladı və indiyə kimi də davam edir və indi heç kəs gəlib mənə deyə bilməz ki, sən o nədir satırsan. Çünki mən o dəyərini bilirəm. Mən bilirəm ki, mən ona enerjimi vermişəm, ürəyimi vermişəm, ruhumu vermişəm, oxuduğum dualar, etdiyim, öyrəndiyim biliklər, hamısı energetik bir şar alıb ötürülüb o kodlamalara. Yəni o kodlama sadəcə söz ehtiyatı deyil. O mənim ruhumun parçasıdır. Oradan onlar nəticə görürlər. Ses tembrinizdən enerji alırlar Kəmal xanım. Bu az bir şey deyil. Bəli. Bir insanın səsini eşidərsən, deyər, mən sənin arxandayam. Bəli. Başa düşməzsən. Dediyinlə əməl bilə. Bir dəfə deyir, mən sənin arxandayam. O sənin bütün bədənini titrədir. Bəli. Bütün hüceyrələrinə çatar və sən özündən asılı olmaz, sən dərhal yığışarsan. Onun bir sözü səni qaldırar göyün 7 qatına. Əlbəttə. Yəni söz bir sirdir, Bəli. bir sehirdir. Söz elə belə bir Sözü baxır kim deyir. kim deyir? O da çox önəmlidir. Hansı enerji ilə deyir? Hansı enerjidəki insan. Baxın, bir də görsən kimsə çıxır mənim sosial şəbəkəmdə və yaxud da yanımda gəlir mənlə salamlaşır falan. Nəysə də bir tanışdı. İçimdə ona bir qıcıq yaranır. Özümdən asılı deyil. İnsan özünü tanımaqdan söhbət gedir. Qıcıq yaranır və mən dərhal nə edirəm? Və mən dərhal özümə dönürəm. Mənim o insanla işim yoxdur. Aytan xanım, siz əgər məndə qıcıq yaradırsınızsa, misal olaraq, estağfurullah. Mən oturub demirəm ki, Aytan pisdir. Mən deyirəm ki, bu məndə nəyi tətiklədi? Bax, fərqində yaşamaq budur. Özünü tanımaq budur. Məsuliyyəti atmırsan onun üstünə. Demirsən Aytan pisdir. Deyirsən ki, nəyin məndə tətiklədi ki, bu mənə belə qıcıq verir? Bax, özündə onu tapdıqdan sonra Aytan artıq mənə qıcıq vermir. Və yaxud da yox olur mənim həyatımdan. Bax, həyata da bu cür yanaşsaq, qaynana, yoldaş, sosial, hər dəfə mənə deyirlər qaynananın adını çəksə, mənim qaynanamla bir problem yoxdur. Yəni onu öncədən deyim, yəni çox mülayim bir xanımdır. Ümumiyyətlə sosialdan söhbət gedir. Yəni ölkənin problemindən söhbət gedir. Odur, budur. Sizə qıcıq verirsə, onu onda axtarma. O prosta səni güzgülüyür. Güzgüdür. Kvantdır. Bəli. Yəni səndə nə varsa, o onu tətiklədir səndə.
Sən bütün özünə bax, o səndə hansı hissi? Özgüvənsizlik. Bəlkə də onun uğuru səni qıcıq verir. Çünki Demirsən. amma sən o uğuru demək ki, o niyə uğurludur, məndə yoxdur falan. Demək ki, mən nə edə bilərəm ki, onun kimi uğurlu olum. Çox maraqlıdır ki, biz özümüzdən başqa heç kəsin ağıllı görmürük. Biz ağıllıyıq. Ya həkim səhv bilir. Hamı səhv bilir. Məndə bu bizdə nəsillikdir. Bu bizdə keçməyəcək. Bu bizdə dönməyəcək. Biz bunu hamıdan yaxşı bilirik. Belə mən bilirəm də. Mən adam tanıyıram. Biz belə hər şey bir möhür qoymuşuq. Ya da ki, Aydan xanım bütün nəslin qeybətini eləyəndən sonra deyirik ki, mənim nəyimə lazım? Mənim ürəyim təmizdir gül kimi. Sən orada bütün nəsli də qoymusan ortalığa. Bizim insanlar budur. Yəni biz də nə vaxt eləmişik səhvlər, mən demirəm. Amma da bütün nəsli hamısı söydün, batırdın, sonra da mən bu cür yanaşmıram. Yox, bəs bu cür yanaşmırsansa, onda başında bir dənə buludla artıq gəzməlisən. Yəni sən artıq bu dünyadasansa, sən artıq günahkarsan. Yəni bu hər şey qoyun bir kənara. Mən günahkaram, siz günahkarsınız, o falan kəs hamısı. Doğru. Bir tək peyğəmbərlərdən başqa. Təmiz ruhun burada işi yoxdur. Bəli, onlar artıq Allaha bağlı olan ruhlardır, onlar başqa bir boyutdur. Amma təmiz ruhun burada nə işi var? Öl get cənnətində yaşa da özün üçün. Düzdürmü? Burdasansa sən artıq günahkarsan. Yəni özünü ağıllı saymaqla deyil. Məzlum sayma. Bir də ki, mən buna layiq deyildim. Kim olsun? Hadisə gəlirsə, yəni yaşanırsa, sən onu yaşamalısan. Yəni bu artıq sənin idi. Çözməlisən onu. Çöz, sonra artıq denən ki, hə, bax mən indi hə. Çünki aydınlanmış insan, fərqində olan insan heç vaxt deməyəcək ki, mən buna layiq deyildim. Dünən mən də evdə problem yaşamışam. Qırğın idi. Qırğın düşmüşdü. Mən də onda deyim ki, mən buna nəyə layiqəm ki? Mən başa düşdüm, bu olmalı idi. Keçmişdə nəsə yaşanıb, indi hardasa ortalığa çıxdı, partladı. Yaşadım, buraxdım. Bir saat içində məsələ həll oldu. Biri var, bir saat içində məsələ həll olsun. Biri var da ki, aylarla məsələ həll olunmur. İllərlə keçir. İllərlə travmanı, ər-arvad arasında problem olan insanlar en qədərdir. Bir söz düşür, illərlə o sözün üzərində durur. Sən mənə elə baxdın, sən mənə belə dedin və proses davam eləyir. Aydan xanım, hər kəs öz ailəsinə baxsın və görəcək ki, hər kəsin bir dənə problemi var. Və o çözülmədiyi üçün getdikcə o problemin üstünə digər problemlər də üstə gəlir. Bir problemdir. Hər ailə, sizin ailənizdə bir problemdir, mənim ailəmdə bir problemdir və o çözülmədiyi üçün onun üstünə gəlir, olur böyük bir şey. Bax, o nədirsə onu tapmaq lazımdır. Onu da necə tapırsınız? Yəni biz kodlamalarla tapırıq. Kodlamalarla dinləyəndə o məsələ yavaş-yavaş aydınlanmağa başlayır. Bizdə təslimiyyət kodlaması var, aydınlanma kodlaması var ki, yəni o artıq insanlarda aydınlanma gəlir, başa düşür situasiyanı və artıq o məsələ çözülməyə başlayır. Amma digər insanlarda da siz buna kitab oxumaq lazım deyil. Prosta qoyun öz ailənizi gözünüzün qabağına, ortaya. Mənim ailəmdə hər gün, hər ay eyni nə üstə problem yaşanır. Bax, onu çözmək lazımdır. Fərqli şeylər deyil. Deyəcəksiniz xəyanət, deyəcəksiniz nə bilim, gec gəldi, məni saymadı, anasının ayağına verdi. Bunların hamısının altında bir dənə problem yaranır. Kök problem var. Bax, o problem çözülməlidir ki, bütün bunlar hamısı yox olub getsin. Biraz çətindirmi? Yoxsa asandır? Çətin. Görmək lazımdır axı. Niyə asan da olur ki? Çətin, siz niyə görə çətindir? İnsan özünü sığışdıra bilmir. İnsan başa düşsə ki, o bütün hər şeyin səbəbkarı odur. Hər şey. Bunu qəbul eləmək çox çətindir. O zaman kimisə qınayaraq yaşamaq çox asandır. Deyirsiniz, yaşadığımız hər şeyin səbəbkarı bizik. Əlbəttə ki. Bizik, amma mənim həmişə ammalarım var. Mən şəxsən bu təzə bir tendensiya çıxıb ki, sən əgər nə bilim, travmalı bir yoldaşın varsa, sənsən günahkar və yaxud da nə bilim, uğursuzsan, soyuducun boşdursa, sənsən günahkar. Mən bu sözləri çox demərəm, çünki mən başa düşürəm ki, heç kim bu həyata bədbəxt olmaq üçün gəlmir. Heç kim. Hər bir qadın, hər bir kişi bu həyata xoşbəxt olmaq üçün gəlir. Hər kəs işləyər. Soyuducu da dolu olsun, uşaqlar da qəşəng geyinsin. Bəzən, Aytan xanım,
Mənim hər zaman dediyim bir söz var. İcazə olmur. İcazə olmur. Bilirsiniz nəyə görə? Ruh bu xaosun içində təslimiyyətə getməlidir. Ona görə icazə verilmir. Bunun səbəbkarı bəzən sən olmaya bilirsən. Sən səni ki, təslimiyyətə getmirsən. Amma bunu başa düşün. Vəziyyət elə yaranır ki, ora əlini atır, quruyur. Bura əlini atır, quruyur. Onu eləyir, quruyur. Fikir vermirsən, yox, elə bir şey olur. Kimdən kömək istəyirsən, hər bir şey quruyur, qalırsan belə tək. Bax, o zaman bir tək Allaha müraciət eləməlisən, başqa çıxış yolu yoxdur. Bir tək ona istəyin. İnanın ki, bizdə 10 manatı belə olmayan insanlar var ki, kodlamanı alsınlar. Valla başa düşürəm o insanları. Valla. Amma mənim ona kodlamamı verməyinə heç nə çözülməyəcək. O artıq Allaha birləşməlidir. Hər kəs bax bu verilişə baxıb şəfalanacaq deyə bir şey yoxdur. Kimisə, o məsəl üçün təzə seriallar çıxır. Türk seriallarına baxırsınız da yəqin. Onlara baxdım, düşdün onların içinə, çıxa bilmirsən. Hər bir serialdan bir şey öyrənirsən. Nədir? Aktyor onun missiyası odur ki, bəzi kütləyə o serialla mesajı ötürsün. Bəli. Bəzi musiqilər var, dinləyirsən, gedir xəyalların başqa şeyə, sonra həvəs gəlir, sonra bir şey çıxardırsan ortalığa. Bax, o müğənninin işi insanlara o musiqi ilə ötürməkdir. Doğru. Elə bir həkim var ki, gedirsən onun yanına, həkimliyə qoyur qurağa, elə bir söz deyir ki sənə. Deyirsən, bu nədir mənə? Və yaxud da taksiyə minirsən, taksist. Bir dəfə mənə taksist elə bir söz dedi ki, mən valla bir ay içində elə bir məsələni çözdüm ki, yəni özüm belə şokdaydım. Onun funksiyası mənə artıq onu göstərmək idi. Hər kəs bu verilişlə şəfalanacaq, hər şey kodlama ilə olacaq, hər kəs kursla, hər kəs fərdi terapiya ilə psixoloqa gedəcək, şəfalanacaq deyə bir şey yoxdur. Hər kəsin yolu fərqlidir. Məsəl üçün, qonşu ola bilər, Gülçöhrə xala. Sən onu görə bilirsən. Çıxdı sənə, ay bala, sən filan şey filan niyə belə elədin ki? Oturub deyirsən, mən başa düşdüm. Mənim sualımın cavabı gəldi. Onunla aydınlana bilərsən. Yəni, mənim məsəl üçün metodum kodlamadır. İndi Allah mənə bu yolu icazə verib, mən bunu təbliğ edirəm. Kimsə qəşəng müğənnidir, kimsə dietoloqdur. Nə qədər dietoloqunuz var sizin gəlir. Kimsə öz bədəni təmizləyərək istədiyi sualların cavabını tapa bilər. Başqa bir qonaqlarınız da gəlir, düzdürmü? Hərəsinin bir yolu var. Kimsə numerologiya ilə şəfalanır. Kimsə nə bilim, teta healing ilə şəfalanır. Kimsə elə bir elmə gedir ki, məsəl üçün, meditasiya ilə gedib dağlarda dincəlmək istəyir o. O deyir ki, mən dağlardan şəfalanıram. Hər kəsin yolu fərqlidir. Yəni hamısını bütünləşdirmək lazımdır. Tamamilə mən sizinlə razıyam. Əslində getdiyimiz yer birdir. Sadəcə hərənin yolu fərqlidir. Mən bunu belə deyərdim. Mən sizə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Bir çox sualımın cavabını aldım. Çox sağ olun. Çox minnətdaram sizə ki, hər dəfə bizi və izləyicilərimizə aydınladırsınız. Uğur arzulayıram sizə. Mən də təşəkkür edirəm. Çox sağ olun. Var olun. Sağ olun. Sağ olun.